Değerli dostlar, belə bir premium təklif var. Bura düz marşrut yoldur. Masazır dairəsindən 1 kilometrlik məsafədədir. Masazırda yerləşir evimiz. 5 otaqdan ibarətdir. Baxın, obyekt hissədir, bu hissə açılacaq. Obyekt, alt hissəsi obyekt və yuxarıda 5 otaqdan ibarətdir değerli dostlar. Kiçik bir şəhərdə iki misalına baxın. Ortadakılar 5 otaqlı, 6 qarajlı evlərdə, arxadakılar 10 otaqdan ibarətdir. Nəhəng evlərdir hər biri değerli dostlar və bütün evlərdə istisnasız olaraq hər mərtəbəsi monolit betondur. Birinci, ikinci, üçüncü mərtəbə dam örtüyünün alt hissəsinə daxil olmaqla monolit betondur. Belə bir məhəllədir. Baxın, hazırda çəkib təqdim etdiyim evlə eyni proyektdir. Sadəcə çəkib təqdim etdiyim evin təmiri yekunlaşıb. Bəzi xırda işlər qalır ki, onları da hər birini nəzərinizə çatdıracağım. Həyətyanı sahə bu qaydadadır, hörmətli izləyicilər. Deməli, döşəmə hissə, birlə döşəmə zirzəmi, obyektlə birinin arası, birlə ikinin arası və ümumi kırışanın dam örtüyünün alt hissəsində monolit betondur. Xırda işlərin hər biri tamamlanacaq. Qaz, su, işıq fasiləsizdir, paket qutucalı evlərdir değerli dostlar. Obyektin də bütün işləri tamamlanıb təhvil veriləcək. Baxın, bu hissə obyekti, qeyd etdiyim kimi o hissələr açılacaq qapı kimi. Bu hissə obyektin sanuzeldə kolon və rigerlər vasitəsilə inşa olunmuş avtobus yolunun kənarında istənilən obyektə yararlı, istədiyiniz zövqə uyğun olaraq burada obyekt aça bilərsiniz. İşlərin də hər biri tamamlanıb təhvil veriləcək, qeyd etdiyim kimi. Pilləkənin məhəlcələrindən tutmuş bütün işlər istisnasız tamamlanacaq. Həyətyanı sahəyə 2 maşın sərbəst daxil ola bilər. Nəhəng evdə, hörmətli izləyicilər, ən kiçik detallarına kimi düşünülüb, bütün işlər yüksək səviyyədə, yüksək keyfiyyətlə və bütün tikinti normativlərinə riayət olunaraq inşa olunub. Qeyd etdiyim kimi, arxadakı 2 dənə 10 otaqdır, bunlar 5 otaqdır. Evin giriş hissəsi buradan olsa da, əsas deməli, baxışı ön tərəfə, yol tərəfədir. Ona görə bu evlə, deməli, bu evlərlə heç bir maneə təşkil etməyəcək, dəyərli dostlar. Deməli, bu mərtəbə bütünlüylə istif oldu. Giriş hissədən, deməli, giriş mebel yığmaq üçün yer nəzərdə tutulub. Sağda yerləşir böyük bir mətbəx sahəsi. Baxın, böyük bir mətbəx sahəsi. Evin hər mərtəbəsi monolit betonlu 3 mərtəbəli binadır. Bina üslubunda tikilmiş evdir. Burada yerləşir ilk mərtəbənin sanuzeli. Yaşayışın ilk mərtəbəsi duşqabın içində yer ayrılıb. Daha sonra burada böyük bir zal hissə yerləşir, qonaq otağı. Baxışı da evin ön hissəsinədir. Bütün deməli ictimai yaşayış obyektləri, məktəblər, bağçalar, yaşayış obyektləri hər biri qısa ayaq məsafəsində. Hardasa 40 kvadrat metrlik bir zal hissə mövcuddur burada. Pilləkənin alt hissəsində baxın. Deməli, kollektor sistem burada yığılıb, kombo aparatının yeri bura nəzərdə tutulub, daxildədir. Pilləkənin məhəlcələrindən tutmuş bütün deməli işlərin hər biri qeyd etdiyim kimi tamamlanacaq. Qalxırıq üst mərtəbəyə. Buranın da kollektor sistemi burada yığılıb, görürsünüz. Dəhliz sistemi burada da eyni qaydada istif oldu. Burada isə yerləşir 4 otaq. Baxın, belə bir yataq otağı, bütün otaqları kondisioner və televizyon xətti çəkilib. Bu obyektlə birlikdə 5 otaqlı bu evin qiyməti 190 min manatdır. Paket kupçalıdır, evin və torpağın kupçası var. 10 otaqlı evlərin də qiyməti 190 min manatdır. Az əvvəl ortada 2 yanaşı 5 otaqlı evi göstərdimsə, onların qiyməti isə 185 min manatdır. Masazır dairəsinin sağda yuxarıda metroya gedən 569 nömrəli marşrut yolunun düz üzərində yerləşir, hörmətli izləyicilər. Hündür rütubətli zala bir ərazidir. Baxın, dəyərli dostlar, deməli, bu 2 evin qiyməti 185 min manatdır. Arxadakı 10 otaqlı evlərin qiyməti isə 190 min manatdır. Hazırda çəkib təqdim etdiyim evdən 2 dənəli, 2 ədəd 6 obyektli 5 otaqlı evin qiyməti isə 190 min manatdır. Alıcılarla qiymətdə danışıb razılaşmaq mümkündür. Əlaqə saxlamağı unutmayın. Əlaqə nömrəsi 077 744 36 33. Sağ olun, hələlik.